Salam, hər vaxtınız xeyir. Sizləri Sabirabad rayonundan salamlayıram. Belə ki, Region Liqasının ikinci turunda Sabirabad futbol komandası öz evində İstiqlal futbol komandasını qonaq edəcək. Hər iki komandaya da uğurlar arzu edirik. Məhsuldar bir oyun arzulayırıq hər iki komandaya. En az 90 dəqiqə mən sizlər olacağım. Mirağa Ələsgərov. Sabirabadla məhz İstiqlal futbol komandası qarşı-qarşıya gələcəklər. Nəzərinizə çatdıraq ki, İstiqlal oynadığı ilk oyunda elə Sabirabad təmsilçisi Olimpik Sabirabad qarşısında 2-1'lik üstünlüklə qalibiyyət almışdı. Məhz ilk oyunlarında. Həmçinin rəqib Sabirabad isə qalibiyyətlə başlayıb sezona. İki məğlubiyyətsiz komanda qarşı-qarşıya gələcək bugün. Artıq meydanda son hazırlıqlar görülür. Heyecanlı bir oyun bizləri gözləyir. Bəli, məsələ Kollar kəndidir. Hər iki komanda da sezona məhz qalibiyyətlə başlayıb. İnşallah düşərsən. Doktoru sanırım. Sabirabad rayonu. Bu nədir? Sastavlar. Sabirabad futbol komandası öz evində İstiqlal futbol komandasını qarşılayır. Region Liqası ikinci tur. Məhz qarşılaşmaya ev sahibi başlayacaq. Hər iki komandaya uğurlar. Murad Şahveranov'un biz pressingini izlədik az əvvəl. Qarşılaşmada ilk hücum məhz ev sahibindən gəldi. Eldar Balakişev qarşıladı. Orxan. Sözünü saxlamağı bacarır. Mehdi. Ötürməsi sol küncə. Meydanda saxlamaq mümkün olmadı topa. Fərhad Eyvazlı'dan və daha doğrusu rəqib oyunçunun Fərhad Eyvazlı ilə müdaxiləsindən, mübarizəsində top meydanı tərk etdi elə Fərhad Eyvazlı'nın özündən. Məhz son müdaxilə elə rəqib oyunçunun özündən idi. Meydanı tərk etdi. Fərhad özü hərəkətli qazandıracaq topa. Sürətli başladı. Qarşıladı rəqib oyuncu. Əbülfəzəl Əkbərov. Sürətlidir. Məhz son bir müdaxilə rəqib oyuncudan. 183 nəfərik ekranı bəyənək. Ötürməli oynadı. Qısa bir ötürməli Nizami Rızayevlə oynadı. Məhz meydanda Zar Hüseynov da var. Meydanda ən yaşlı oyuncu. Riskə atmadı. Məhz təhlükəni yaxşı sovurmağı bacardı.
Fərhad Eyvazlı. En azından epizodu tehlikeye atmadı. Kısa bir ötürmeyle oynadılar karşısında Əbülfəz. Fərhad onu qarşılayıb. Qapı qarşısına son anda müdaxilə. Çok kritik bir müdaxiləydi. Mehdi'nin ötürməsi. Əbülfəz Ələkbərov sürətini təhlükeli olabilir. Ötürməli oynadı. Topu saxlamağa bacardı özündə. Qapı qarşısına ötürmə gələcək mi ondan? Məhz ötürmənin getdiyi yerdə komanda yoldaşı yox idi. Məhz İstiqlaldan da artıq təhlükeli bir epizod izlədik. Təhlükənin adı Əbülfəz Ələkbərov idi. Fərhad sürətli başlayacaq. Məhz Asifi de keçdi top. Veysel Rızayev qarşılamışdı. Sonra da Süleyman Mirzeyev. Mehdi özündə saxlamağı bacarmadı. Məhz kapitan Sənan Nəsirov keçid vermədi. Zahir Hüseynov özü tək başına irəliyir. Amma sona qədər mübarizəni saxlamağı bacarmadı. Və az əvvəl ikili bir mübarizədə rəqib oyuncu yerdə qalır. 266 nəfərik uşaqlar, ekranı bəyənək. Bir standart vəziyyət yerinə yetirəcək Sabirabad komandası. Oyunda 0-0'lıq bərabərliyi təşkil edir. Hələ ki, iki tərəfdə bu tilsimi qırmağı bacarmayıb. Sağ güclü oynadı. Orada qarşılamaq mümkün olmadı rəqibi. Uzaqlaşdırmaq lazımdır bu epizodları. Məhz daha bir qayda pozuntusu. Ədalət təmsilçisinin gözündən yayınmır. Bir standart vəziyyət yerinə yetirəcək Sabirabad komandası. Bu təhlükeli ola bilər hesabı açmaq adına. Qapı qarşısında rəqib oyuncular yerlərini alıb hakimin xəbərdarlığını gözləyir. Artıq məhz rəqib komandanın ikinci təhlükeli epizodudur bu qapı qarşısında. Bir tərs vuruş. Sabirabadlı oyuncularda qaldı. Mehdi Məmmədov. Amma bu müdaxilə penalti qərarını gətirib çıxartdırar. Məhz oyun başlar-başlamaz hələ sarı kartla da cəzalanır. Bu bir xəbərdarlıq idi rəsmi şəkildə Mehdi Məmmədova. Sabirabad komandası penalti istifadə edəcək. Görək dəyərləndirə biləcəklərmi bu zərbəni? Bu şansı hesabı açmaq adına. Qapıda Eldar Balakişi inamlıdır. Məhz oyunun yeni başlamasına baxmayaraq bu cür bir penalti içdən beri deyil. Mehdi Məmmədov təcrübəli olsa da bu bir qədər təcrübəli davranmadı açıqcası. Eldar Balakişi hətta az əvvəl Mehdinin epizodunda yerdə qalan oyuncu hələ də ayağa qalxmağı bacarmayıb. Ümid edirik oyunu davam etdirə bilər. Məhz qarşılaşmanın geri qalan hissəsində meydanda qalmağı bacarar. Məcburi bir dəyişiklik içdən belə deyil. Yerli deyil o qonaq. Biz qonaq. Məhz birazdan penalti atışı yerinə yetiriləcək. Hesab açılacaqmı oyunun ilk dəqiqələrində? Sabirabad komandası öz evində İstiqlal futbol komandasını qarşılayır. Artıq oyun yeni başlamasına baxmayaraq
penalti kazanır ev sahibi. Hakimin xəbərdarlığı gözləyir. Hakim son xəbərdarlıqlarını verir, son göstərişlərini verir. Və birazdan bu penalti atışı gerçəkləşəcək qarşılaşmada. Eldar Balakişiyev ötən oyunda və artıq hesabı açılır. Sabirabad komandası ev sahibi məhz penaltidən tapdıqları bu zərbəni düzgün yerinə yetirilir. Bu ev tapşırığı idi. Məhz artıq tilsim qırılır. Sabirabad komandası 1, İstiqlal futbol komandası 0. Eldar Balakişiyev bu epizodu çıxarda bilmədi, əfsuslar olsun. Müəllim. Sürəti başladılar. Özünü saxlamağı bacarır. Təhlükəli ola bilər amma müdafiə inamlıdır. Yenidən top İstiqlal futbol komandasında. Sol cinaqdan hücum qurulur. Zarselov yerdə qalır. Məhz penalti. Şübhələri var bu epizodda. Hakim penalti qərarını vermir. Sonun rekursundan bu epizod penalti değildi. Qollar kəndi. Məs artıq üstün tərəf ev sahibi Sabirabadda. 1-0'lıq üstünlüyü təşkil edir. Asif Əhmədov qarşıladı. Təhlükəli ola bilər. Golkiper. Məhz inamlı çıxış etdi. Təhlükəni soğuşturdu məhz az əvvəl. Zarı Hüseynovun bu epizodunda. Sonrasında da artıq rəqib o komandanın oyuncusu yerdə qalır. Bu müdaxilədən sonra. Oyunu məhz tac atışıyla hərəkətlilik qazandıracaqlar. Asif Əhmədov ötürməsi içəriyə doğru. Məhz təkrardan Zahir Hüseynovu qapatmağı bacarır müdafiə. Bir əksi hücum qurulub Sabirabad tərəfinə. Əbülfəz özünü siper etsə də məhz bu yetərli sayılmadı. Son anda müdaxilə. Kritik bir müdaxilə hətta. Fərhad Eyvazlıdan. Künc atışını yerinə yetirəcək Sabirabad komandası. Daha bir təhlükəli epizod. İstiqlal futbol komandası qapı qarşısında. Az əvvəl də elə duran top epizodundan hesabı pəqlənməyi bacarmışlar. Eldar Balakişiyev inamlıdır. Çıxdı, aldı topu. Asif Əhmədov qaçmışlar. Sürətlidir orada. Əbülfəz Ələkbərov. Ötürməsi Asif Əhmədova. Sürətlənsə də məhz Mehdi topa çatmaq mümkün olmadı. Bir qədər templi və sürətli oyun izləyirik. Əks hücumların sayı hesabı yoxdur. Daha bir Sabirabad futbol komandasının hücumunu izləyirik. Qapı qarşısına bir ötürmə Eldar Balakişiyev. Bunun üçün çox rahat bir top idi. Qarşıladılar orta. Veysel Rızayev də sürətlənmişdi. Özü indirdi ama bir qədər qeyri dəqiq idi bu zərbə. Tam istədiyi kimi indirə bilmədi zərbəni. Eldar Balakişiyev sürətlilik qazandıracaq topa. Bir daha. Məhz Eldar Balakişiyevin ötürməsini
Sabirabad oyuncuları qarşılayır. Elə yarım xəttdə. Qapı qarşısına bir ötürmə. Eldar Balakişev. Daha bir inanlı sev. Məhz penalti atışını qurtarışını edə bilməsə də bu cür epizodlarda inamlı da. Bir zərbə. Az fərqlə out. Artıq Sabirabad komandasının hücumları arda-arda sıralanıb. Ev sahibi inamlı da. Qapısından çək olar. Ha. Saxla oyunu. Hal-hazırda 1-0'lıq Sabirabad komandasının ev sahibinin üstünlüğü təşkil edir. Vurulan tek golu penalti atışından değerlendirdiler. Hesapta minimal bir üstünlüğü var. Bir 0'da 1-0 üstünlüğü təşkil edir hal-hazırda qarşılaşmada. Bir qədər tələsmir Eldar Balakişev. Məhz artıq mən elə başa düşürəm ki, ədalət təmsilçisi meydanda rəqib komandanın qapısı arxasında dayanan izləyiciləri meydanın soluna dəvət etdi. Eldar Balakişev uzun oynadı. Məhz Zaur qarşılamışdı. Tekrardan Zaur. Təhlükəli ola bilər. Asim Əhmədovun zərbəsi. Bir qədər qeyri-dəqiq anlar. Gün zərbəsini yerinə yetirəcək Mehdi Məmmədov. Ötən qarşılaşmada da elə o da inamlı oyunla özünü göstərmişdi. Məhz Nihat Eyvalsı da ötürmə istəyi var idi qapı qarşısına. Qarşıladılar. Nihat sürətlidir. Bu bir eks-hücum şansıdır. Tek yaxalayıb, azlıqda yaxalayıb rəqibi. Bir zərbə və məhz bu da elə qeyri-dəqiq alınır. Eldar Balakişev. Top hərəkətli qazandıracaq. Tekrardan eləməz. Eldar Balakişevin az zərbər qeydə almışdım axı mən. Eldar Balakişevin bu uzun ötürmələrini məhz yarım xəttə qarşılayırlar. Məncə artıq Eldar Balakişev bu uzun ötürmələri dayandırmalı da. Məhz orta xəttə və müdafiədə rəqib oyuncuların çox uzun oyuncuları var. Bu ötürmələri rahatlıqla qarşılayabilirlər. Məhz bir qayda pozuntusu qayda alınıb. Bir standart vəziyyət. İstiqlal futbol komandası adına əllə oynama. Rəqib oyuncusu tərəfindən. Sürətli başladı. Yenə qarşıladılar bu uzun ötürmələri. Qısa oynadı amma bir qeyri-dəqiq ötürmə. Eyvaz mübarizəsini dayandırmır. Eyvazın bu müdaxiləsi o qədər də effektiv alınmadı kapitan. Əbülfəzə ötürmə. Əbülfəzə Ələkbərov sürətlidir. Təhlükəli ola bilər ötürməsi. Bir zərbə şansı amma alamar. Son müdaxilə rəqib oyuncudan gəldi. Gün zərbəsini yerinə tuturacaq. İstiqlal futbol komandası hesabı bərabərləşdirmək adına. Topun başında mən hal-hazırda Süleyman Mirzəyevi səhv etmirəmsə görürəm, yoxsa o Mehdidirmi? Elə Mehdidir. Bir qədər tələsmirməz başlatmağa. Rəqib oyuncular qarşıladı. Məhz Zaur Hüseynov arabalanmışdı topa.
zərbə indirmək istədi, amma rəqib oyunçular keçid bilmədi. Bu bir əks hücum şansıdır. Bir zərbə. Qeyri-dəqiq alınır bu ötürmədə. Daha doğrusu bu zərbədə. Fərid Eyvazlı. Daha doğrusu səhvi mücəlim Fərhad Eyvazlı. Zauru düşündü, amma Zaur üçün bu çox sürətli bir ötürməkdir. Məhz Eyvazlının mübarizəsi var idi. Az əvvəl meydanda biz şahid etdik Nizami Rızayevin. Səhvimi düzəldim. Murad Şahberanov. Məhz yenə bir top itkisi, bir əks hücum şansı. Bu şansı qapatmağı bacardılar. Məhz Zaur Hüseynovla Əbülfəsə ötürmək gəlmədi. Zaur Hüseynov çox yaxşı keçmişdi, amma çox yaxşı düşünmüşdü. Bir qədər istədiyi kimi alınmır. Məhz birbaşa artıq top qapıcıda qalır. Uzun ötürmə gəldi golkeperdən. Qapı qarşısına ötürülərsə təhlükəli ola bilər, soruşturmaq lazımdır. Mehdi Məmmədov topla irəliyir. Mehdi bir daha səhvini düzəltdi. Zaur. Zaurun zərbəsi. Məhz bu da qeyri-dəqiq alınır. Bu da qeyri-dəqiq zərbələr silsiləsindədir. Artıq onu yaxşı qarşıladılar. Geri planda Süleyman Mirzəyev qarşılamışdı topu. Bir qədər qeyri-dəqiq alındı bu ötürmə. Əbülfəzəl Əkbərov bir akrobatik cəhətlə ötürmə şansı. O qədər istəkli alınmır. Məhz meydanda saxlamağı bacardı. Qarşısında Fərhad Eyvazlı keçdi. Ötürməsini etdi. Çox yaxşı, çox yerində bir müdaxilə. Hal-hazırda çox yaxşı ötürmələr izləyirik. Oyunun ilk yarısından sonrası, belə deyək, ilk yarının sonlarında artıq İstiqlal futbol komandasından bir qədər inamlıdırlar hesabı bərabərləşdirmək adına. Əbülfəzəl Əkbərov Zaur Hüseynovla oynadı. İkili mübarizədə meydanda saxlamağı bacarmadı topu. Fərhad Eyvazlı hərəkətlik qazandıracaq topa. Məhz tac atışlarını sürətli yerinə yetirən oyunculardan da. Asif Əhmədovu düşündü, onun da gerisində Zaur Hüseynov var idi. Davay, geç getir, Ferhat, geç getir. Bizde uzunu. Geç getir, Ferhat. Biraz oyun göster, ne? Düşmüyor. Nihat Eyvazlı, Fərhad Eyvazlı. Əbülfəsin ötürməsi, golkeper son anda müdaxilə və göz zərbəsi qazanır. İstiqlal futbol komandası. Topun başında 30 nömrəsi ilə biz Əbülfəzəl Əkbərov izləyirik. Məhz ilk qarşılaşmada o da təhlükəli epizodlara izlətmişdi bizi, şahidlik etdirmişdi. Qapı qarşısına bir ötürmə. Ters vuruşdan son anda golkeper. Son anda bu zərbəni soğuşturmaq mümkün oldu. Təhlükəli ola bilər. Soğuşturmaq mümkün oldu məhz kapitandan. Süleyman. Yenidən Süleyman özünü saxlamağı bacardı. Ötürməsini verdi. Məhz Zaur Hüseynovu düşünürdü. Mehdinin presingi davam edir. Təkrardan hakim oyunu dayandırır. Bir qayda bozuntusu qeydə alınıb.
Bir standart vəziyyət. Sabirabad futbol komandası adına. Tehlikeli ola bilər hesabı artırmaq adına diqqətli olmaq lazımdır. Qapı qarşısına məhz qarşıladılar. Asif Əhmədov. Zor sürətlidir. Məhz topa yetişmək mümkün olmadı amma Əbülfəz Ələkbərov. Gözəl hərəkətlər izləyirik ondan. Ötürməsi məhz sonra. Son anda müdaxilə. Bu dəfə yenidən Əbülfəz Ələkbərov. Özü indirir zərbəni amma bu bir qədər qeyri-dəqiqdir. Məhz top hərəkətli qazandıracaq Sabirabad futbol komandası. Kapitan qarşılamağı bacardı. Sənan Mirzəyev, Sənan Nəsirov. Eldar Balakişev yumruqladı. Bu seyvlər bizə Sommerdən, Jan Sommerdən tanışdı. Interdə oynayan İsveçreli Jan Sommerin bu cür qurtarışları ilə məşhurdur. O da bir anlıq, Eldar Balakişev də bir anlıq sanki Sommer kimi bir seyv etdi. Əbülfəz sürətlənmişdi. Fərad Eyvazlı hərəkətli qazandıracaq topa. Mən oyuncu dəyişikliyi görürəm. Meydanda məhz Nurlan Hacıyev var 9 nömrəsi ilə. Artıq komandasının qol ümidi olacaq. Birazdan məhz əvəzlədiyi oyuncu da qeyd alacağım sizə. Sözü tək başına irəlilədi. Bir zərbə nə qaçır əldən. 1-1 epizod qaçır əldən. Hesabı bərabərləşdirmək adına. Və Sabirabad rayonu Qollar kəndində Region 2-ci turunda Sabirabad komandası ilə İstiqlal futbol komandası qarşı-qarşıya gəlir. Kapitan gözəl bir qarşıladı. Əbülfəz sürətlidir. Məhz müdafiə inamlı oynadı bu epizodda. Amma Əbülfəz mübarizəni bıraxır. Asif Əhmədov mübarizəni bıraxmır. Qısa ötürmələrlə uğurlu bir irəliyiş var. Amma Mehdi Məmmədov bunu sonlandırdı amma bir pas itkisi Eldar Balakişev. Keçid vermədi rəqibə. Mehdi. Məhz özündə saxlamağı bacardı topu. Mehdi Məmmədov topla irəliyir. Ötürməsi Zaraydı. Asif Mehdinin zərbəsi qeyri-cəyə alınır. Məhz çox zəif bir zərbə idi bu. Məhz qarşılaşmada Sabirabad komandasının 1-0'lıq üstünlüyü var. Vurulan tək qolu penalti atışından yerinə yetirdilər. Eldar Balakişev küncü doğru təxmin etməyi bacarsa da soğuşturmağı bacarmadı bu zərbəni. Son anda müdaxilə Sənan Nəsirov. Və sonrasında da
Fərhad Eyvazlının bu müdaxiləsi ədalət təmsilcisi tərəfindən sərt görüldü. Bir qayda pozuntusu qeydə alınır. Bir standart vəziyyət təkrardan Sabirabad komandası adına. Bu epizodu necə dəyərləndirəcək? Ev sahibi komanda. Hakimin xəbərdarlığı gözlənilir. Qapı qarşısına götürməyə Eldar Balakişev inamlıdır. Sürətli oynadı. Zar qarşıladı. Zar Hüseynov özündə saxlamağı bacarmadı. Bir top itkisi Fərhad Eyvazlıdan və sonrasında da ədalət təmsilçisi topu meydanı tərk etdiyini bildirdi. Fərhad Eyvazlı o da qarşılaşmada istəkli görünən oyunculardan biridir. Özü indirdi zərbəni. Zar kontrol altına ala bilmədi topu. Daha bir qeydi alır qayda pozuntusunu Zar Hüseynova. Olan bu müdaxilə İstiqlal futbol komandasına bir standart vəziyyət qazandırır. Bu zərbələrdə Mehdi Məmmədov, Əbülfəz Ələkbərov və Hacı Nurlan Hacıyev bu zərbələri doğru endirməyi bacaran oyuncular arasındadır. Məsələn, mən onu görəm topun arxasında. Nurlan Hacıyev az əvvəl meydana daxil olan oyuncu. Bu standart vəziyyəti yerinə yetirəcək. Komandası adına birbaşa zərbə mi endirəcək, yoxsa ötürmə ilə mi oynayacaq? Nurlan Hacıyevin zərbəsi. Bir qədər qeyri-dəqiq olunur. Çox yumuşaq bir zərbəydi bu. Biz ondan daha sərt zərbələr görmüşük. Məhz ötən qarşılaşmada da bərabərliyi pozan qolu da o qeydə almışdı komandası adına. Sabirabad futbol komandası İstiqlal futbol komandası ilə qarşı-qarşıya gəlir. 1-0'lıq minimal bir üstünlüğü var. Mehdinin ötürməsi. Məsavra Əbülfəzə çatmır. Fərhad qarşıladı. Zaur mübarizəni buraxmır. Sona qədər davam elədi. Sabirabad oyuncusu da yerdə qalır. Epizod öncəsi. Mehdi Məmmədov. Ötürməsi. Zar Hüseynov. Bir zərbə və gol. Əbülfəz Ələkbərov. Bu adam gözlüyürdü bu anı. Gözlüyürdü bu anı. Və sonunda ikonik gol sevincini görməyi bacarırıq biz. Biz bu gol sevinclərini onlardan çox görmüşük. Daha birini qeydə alınır. Qarşılaşmada kartlar yenidən paylanır. Əbülfəz Ələkbərov qeydə alır. 1-1. Artıq bərabərlik var qarşılaşmada. Pangetka yolayım, bırak. Profesyonel oynamak. Profesyonel oynamak böyle değil, bak. Baytar diyor. Orası ne ya şimdi? Havalı Baytar, dobra getir ben. Baytar bu. Məhz Əbülfəz Ələkbərov qeydə alır bu qolu. Sezonda ilk golunu qeydə alır. Amma epizodun az əvvəlində məhz avantajı buraxmışdı hakim. Oyuncu yerdə qalıb. Hələ də ayağa qalxmağı bacarmayıb, təəssüflər olsun. Ümid edirik qarşılaşmanı davam etdirə biləcək dərəcədə olar zədəsi. Sabirabadlı futbol oyuncusu da. Sen onu haras hazırlık vermeyeceksin. Böyle konu. Ay Allah elim.
Məhz qarşılaşmada artıq bərabərlik təşkil olunur. Əbülfəz Ələkbərov tərəfindən məhsullar ötürmədə Zahir Hüseynovdan gəldi. Sonrasında da o ikonik gol sevinci. Biz onu Emin Mahmudovdan izləmişdik. İlk yarıda bərabərlik gəlirmi? Eldar Balakev inamlıdır. Keçid vermədi rəqibə. Bir qayda pozuntusu qeydə alınır. Fərhad Eyvazlı. Yox, məni kapitanı görürəm topun başında. Sənan Nəsirov. Sürətli başladı. Asif Əhmədov. Komandasını saxlamağı bacarsa da bir qayda pozuntusu. Yorumları oxuya bilmirəm. Qarşılaşmanın sürəti, tempi buna imkan vermir. Amma yazdıqlarınızın bir çoxunu mən oxumağı bilirəm, bacarıram ən azından. Qarşılaşma ilk yarı bitəndən sonra sizin bütün suallarınıza cavab verəcəm. Əbülfəz Ələkbərov sürətlidir. Ötürmə. Qapı qarşısına. Nizami Rizayev'dən gəlmişdi, amma bu qeyri-dəqiq alınır. Fərhad Eyvazlı hərəkətli qazandıracaq, tac atışını yerinə yetirəcək. Bir tərs vuruş. Kapitan qarşıladı. Sonrasında Nihat. Fərhad Eyvazlı sonuna qədər mübarizə aparmağı bacardı. Asif Əhmədov. Zahir Hüseynovla mübarizəsini izlədik biz rəqib oyunçunun. Mehdi Məmmədov. Məhz müdafiənin gerisinə düşündü. Bir-birlik, bərabərlik oynadı. Təşkil edir qarşılaşmada. Ötürməsi Asif Əhmədova. Dönərək ötürməsini etdi. Qapı qarşısına zərbə. İkinci bir zərbə. Artıq bu bir geri dönüşdü Asif Əhmədov. Məhsuldar ötürmə. Nurlan Hacıyevdən gəldi. Asif Əhmədov bağışlamadı. 1-0'dan 2-1'e bir geri dönüş yol açtılar. Asif Əhmədov ve Nurlan Hacıyev. Məhz geri dönüş mümkün oldu qarşılaşmada. İnamı itirmədilər, inamlı oyun göstərdiler. Ve artık üstünlük golunu gecikmedi Əbülfəz Ələkbərov. Kritik bir müdaxilə. Süleyman qarşılamağı bacarmadı. Bir elle oynama itirazları var. Standart vəziyyət yerinə yetirəcək İstiqlal futbol komandası. Bəli, Sabirabad rayonunda Qovlar kəndində yaşanır hal-hazırda bu qarşılaşma.
Eldar Balakşiyev. Mehdi Məmmədov. Asif Əhmədov. Bir eksik hücum şansı. Mehdi Məmmədov özünü saxlamağı bacardı ama Zahir Hüseynov. Keçid vermədilər ona, bloklandı. Mehdi Məmmədov özünü saxlamağı bacaracaq mı topu? Məhz bu mümkün olmadı onun adına. Əbülfəzəl Əkbərov. İkili mübarizə yerdə qalır. Sona qədər mübarizəsini aparır. Bir standart vəziyyət qazandırır komandasına. Əbülfəzəl Əkbərov. Məhz kapitan Sənan Nəsirov yerini itirəcək. Hər kəsi önə göndərir. Sənan Nəsirov. Qapı qarşısında Zahir Hüseynov. Sonrasında Asif Əhmədov zərbəni indirəcək mi? Məhz offside etirazları var. Belələ offside. Məhz Asif Əhmədovun zərbəsi. Sonrasında isə Nurlan Hacıyevin zərbəsi. Bu qeyd alınan gol. Gol dəyəri qazanmır, əfsuslar olsun. Asif Əhmədov artıq goldan sonra daha inamlı oynuyor. Zahir Hüseynovun zərbəsi bir qədər qeyridə qalır. Sənan Nəsirov qarşıladı. Mehdi Məmmədov. Topu itirsə də öz komandasına qazandırmağı bacarır qısa müddətdə. Asif Əhmədov. Ötürməsi Əbülfəzəl Əkbərova keçmədi. Fərhad Eyvazlı sürətlidir. Və məhz Eldar Balakşiyevin də nəzarəti altında meydanı tərk edir top. Canlıda 200 nəfəri ekranı bəyənək. Eldar Balakşiyev hər kəsi önə çağırdı. Asif Əhmədov avalansa da topu qazandırmağı bacarır. Təhlükəli bir epizod izləyirik. Məhz ötürmə Nurlan Hacıyevə gəlsə də istədiyi qədər kontrol altına ala bilmədi topu. Təhlükəni soğuşturmağı bacardı Sabirabadlı müdafiəçilər. Məhz qarşılaşmada offside bayrağı davadadır. Bir-birlik bərabərlik var idi az əvvələ qədər. Sonrasında Asif Əhmədov və Nurlan Hacıyev ortaqlığı, işbirliyi ikinci qolu gətirdi İstiqlal futbol komandasına. Ekranı bəyənək uşaqlar. 231 nəfəri. 24 min çox azdır. Artıq ilk yarının sonlarındayıq. Son epizodlar, son təhlükəli hücumları izləyirik. Məhz artıq qeyri-dəqiq götürmələr sanki Sabirabad komandası adına da bir qədər qeyri-dəqiq götürmələr qeyd alırlar. Halbuki ilk yarıda başlarında çox güclü ötürmələrlə oynayırdılar. Dəqiq götürmələrə şahidlik edirdik. Bir gün zərbəsi yerinə yetirəcək Sabirabad komandası. Qapı qarşısı ötürmə. Bir zərbə və bu da qeyri-dəqiq alınır. 2-1'li İstiqlal futbol komandasının üstünlüğü var karşılaşmada. Eldar Balakşiyev.
Ferhad Eyvalsız'ın son müdaxiləsi. Ondan geldi. Sabirabad rayonu Qovlar kəndidir. Asif Əhmədov hakim oyunu dayandırır. Bir standart vəziyyət. Məhz İstiqlal qapı qarşısına yerdən göndərdilər. Məhz qarşılamaq mümkün oldu Rızayev tərəfindən. İnamlı keçdi rəqib. Sonrasında Nihat Eyvazlı yalnız bırakmır rəqibi. Rahat vermir rəqibə. Məhz ikili mübarizədə Sabirabadlı oyuncu və İstiqlal futbol komandası oyuncusu yerdə qalır. Təbii ki də biraz sərt oyun təşkil edir. İlk 45 dəqiqə biz buna şahid edirik. Biz artıq 4-cü zədədir bu. Ümumi hesabda öndə olmasa da Sabirabad futbol komandası zədələrdə məhz 3-1'lik bir üstünlük təşkil edir. Xeyr, qazon deyil, təbii ot örtüydü. Məhz artıq, bəli, artıq 4-cü dəfə meydana kim dəvət olunur. Böyük ehtimalla əlavə vaxtda, ümumi vaxtda əlavə olunacaq ilk hissədə. Oyun bir xeyli dayanıb. Ən az mən 4 dəfə. Offsaytlarda sayarsaq artıq 6-7 dəfə qarşılaşma dayanıb. Standart vəziyyətləri saymıram be. Teşekkürler, teşekkürler. Herkese teşekkürler. Mən elə borç düşürəm ki, o qarşılaşmanı davam etdirəcək. Sabirabadlı oyuncu müalicəsi meydanın kənarında. Təbii ki də meydanda görmək istədiyimiz səhnələrdən biridir. Həm görmək istəmədiyimiz az əvvəlki, bu isə tamamilə görmək istədiyimiz fair play. Ferhad Eyvalsız tərəfindən rəqib oyuncu meydanın kənarına öz çiynlərində daşıdı ona. Təbii ki də bir alqış düşür. Ellər Balakşev. Uzun oynadı Əbülfəzəl Əkbərova. Gerisində Zahir Hüseynov da sürətlənib ama təhlükəni soğuşdururlar. Məhz birbaşa müdafiənin gerisinə düşünüldü. Eldar Balakşev riskə atmır komandasını və hesabı. Burası Sabirabad rayonunda. Ve bu da son ilk yarı sona yetir.